Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi. Qaynarinfo xəbər verir ki, bunu deputat Fazil Mustafa Kanal C-də yayımlanan müsahibəsində deyib. O, hadisə zamanı xaricdə olduğunu bildirib. Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə biraz fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tali var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında yüzlərlə adam arzulayır ki, yaxınının qəbir yeri olsun, millət vəkili qeyd edib.